O deyir sizə müstəqillik, azadlıq, həm sərbəstlik, hamısı boş şeylər. İndi izah edirəm. Biri maşınla, məsələn, sürətli gedir, kod verir, harası gedir, buna heç kəs heç demir. Ki, bunun kodunu al falan bəs məkan, ictimai qınaq yoxdur. Amma aman Allah ki, bir nəfər İmam Hüseynlər, Əhl-i Beytdən, nə bilim, hansı bir məsumla bir mərsiyə qoysun, bu tutub cərimə eləyəcəklər. Niyə? İctimai əsası pozmuşlar. Və nətər olur ki, küçədə, maşın sürəndə, pol kod verəndə ictimai əsas pozulmur. Bu şəhərdə Targovaya da aiddir. Şəhərdə, məsələn, Targovada və ya ictimai yerdə, məsələn, mahnı oxusan, sənə heç gəlib bir şey deməyəcək. Amma əzadarlıq eləsə 5-10 nəfərlə, gəlib duruşduracaq, basacaq eləsə ki, ictimai təsəvvürü pozmuşsan. Məsələ də bundadır. Yəni, nətər olur ki, küçədə açıq şəkildə mahnı oxumaq olar, nə bilim, nə isə qulaq asmaq olar, amma mərsiyə etmək olmaz, hə? Allah hidayət eləsin belə insanlara, Allah zalimlərlə lənət eləsin.